Salam əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəlbizəni maraqla gözləyənlər. Qonağımız çox yaxşı tanıyıb, sevdiyiniz Respublikamızın əməkdar artisti İlkin Əhmədovdur. Xoş gəlmişsiniz İlkin. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Salamlayıram bütün dinləyən və inşallah internet üzərindən də yəni ki, izləyən belə də deyə bilərik. Bəli. İzləyən hər kəsi ürəkdən salamlayıram, bütün həmvətənlərimizi və sizə təşəkkür edirəm ki, dəvət edirsiniz, sayırsız, çağırırsınız. Bu elə bir bizim radyomuzdur və yayımızdır ki, burada Azərbaycanın dəyərləri qorunur, dəyərləri təbliğ olunur və bilavasitə Azərbaycan milli musiqisinə xidmət edir bu bizim dəyərli radyomuz. Ona görə də mən bura təsadüf, heç bir cür özümə sığışdırmaram ki, təsadüf edim. Bura tam səmimiyyətimlə və ciddiyyətimlə gəlirəm. Ürəkdən təşəkkür edirəm və inşallah əminəm ki, bütün dinləyicilər zövq alacaqlar inşallah. İnşallah. Buna mən də əminəm. Xoş gəlib, səfa gətirmişsən. Sözün zarafat hissəsi idi o təbii ki. Əlbəttə ki, planla və siz sənətçilərin vaxtınız bizdə biraz gərgin olur bu aralar. Təki gərgin olsun, yaxşı mənada. Çünki Aysel xanım, həm mənim opera fəaliyyətim var, bilirsiniz. Bəli. Həm pedaqoji fəaliyyətim var. Pedaqoji konservatoriyada. Bəli, Azərbaycan Milli Konservatoriyasının müəllimiyəm artıq 4-cü ilə keçir ki, mən orada müəllim fəaliyyəti ilə məşğul oluram və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin solistiyəm, orada konsertlərimiz olur. Bununla yanaşı Bakı Şəhər Təhsil İdarəsinin nəzdində Gənclərin İnkişaf Mərkəzində mən çalışıram, orada dərnək rəhbəriyəm. Yəni bu yönümdən... Maşallah. Nə qədər iş var arda, şükürlər olsun. Çox şükür. Tək ki, fəaliyyətiniz həmişə çox olsun. Belə deyək də, özünüzü, sənətinizi, bacarığınızı göstərə biləcəyiniz nə qədər çox iş olsa, o qədər yaxşıdır. Nə qədər ki, cavanlıq işləmək lazımdır. Birazdan sonra bəhrəsini birazdan faydalanacaq. İlkin Əhmədov, necədir sözün əsl mənasında? Biz öyrəşmişik bu sözə yaxşıyam deyib cavab verməyə. Yox, bilirsiniz, yaxşıdır yerində də sualdır. Bəzən heç də yaxşı olmurum. Amma çox şükürlər olsun ki, indi yaxşıyam. Yaxşısınız. Çox yaxşıyam özdə, çox yaxşı. İlkin Əhmədovu yaxşı eləməyəcək olan nə ola bilər ki, İlkin Əhmədov yaxşı deyiləm desin? Biz uzun illər yaxşı olmamışıq. Həqiqətən, uzun illər. İndi deyəcəklər ki, bu şablon ifadələrdir, xeyr. Bu bizim hər birimizin əlbəttə ki, o yaxşı olmamağa zəmin yaradan amil idik. Böyük bir amil idi ki, bizim torpaqlarımız işğal altındaydı və biz səhər evdən oyanıb çıxanda ürəkdə sancını hiss edirdik. Və yaxud da hansısa bir işə başlayanda o sancını hiss edirdik. Bütün gün ərzində gör, neçə dəfə biz o ürək ağrısını, ürək sancısını keçirdirdik ki, bizim torpaqlarımız işğal altındadır. Bugün də bizim torpağımız işğal altında qaldı. Sabah da yəqin ki, elə işğal altında olacaq hələ ki. Belə deyirdik və kök sötürürdük, ağrı yaşayırdıq. Əlbəttə ki, 30 ildən çox biz pis olduq. Amma bugün bizim pis olmağa elə bir haqqımız yoxdur. Bugün sadəcə bilirsiniz, o müəyyən problemlər ki var, o problemlərdən özümüz kənarlaşmalıyıq. Özümüzü kənarlaşdırmalıyıq. Ümumi olaraq bizim əhvalımız, ruhiyyəmiz yaxşı olmalıdır. Çünki buna artıq Allah ordumuza dəyməsin, şəhidlərimizin Allah ruhun şad eləsin, qazilərimizə Allah can sağlığı versin, prezidentimizi, möhtərəm Ali Baş Komandanımızı Allah qorusun ki, bu gözəlliyi biz... Mən tez-tez xarici səfərlərdə oluram və hər dəfə xarici səfərlərə gedərkən yenə də bax, o qeyd etdiyim ağrını yaşaya-yaşaya mən buradan ayrılırdım ki, gedirəm yenə ora və o mahnılar ki, mənə həval olunub, Azərbaycanımız, vətənimiz haqqında, Qarabağımız haqqında, mən o mahnıları yenə orada ağrı ilə, acı ilə və bir növdə başı aşağı tərzdə ifa edəcəm. O vəziyyətlə, o halına mən o səfərlərə gedib gəlirdim. Amma bugün o səfərlərə gedəndə o qədər sevinclə, ruh yüksəkliyi ilə gedirəm. Və orada istəyirəm ki, o mahnıları bir neçə dəfə nəinki, 10 dəfələrlə ifa edim. Sanki içimdə o yığışıb qalan hayqırıqları mən istəyirəm ki, daha da
qabarıq şəkildə çatdırım o xaricilərə ki, baba biz buyuduq. Bəli, biz bunu çatdırmağa çalışırdıq. Çox şükür. Əslində bu başqa bir mövzunu mən burada heç vaxt danışmıram, amma mövzunu çəkəndə bəzən olur ki, fikir bildirmək lazım olur da ona. Məsəl üçün mən bir sənətkar olaraq xaricdə ölkəmizi təmsil etmədiyim üçün bu duyğunun necə ola biləcəyini təsəvvür etmirəm. Amma əlbəttə ki, insan bizim torpaqlarımız işğaldaykən mənfur düşmənə qarşı olan kinimiz 1-ə 1000 idi. Amma müharibədən sonra, qalibiyyətdən sonra biraz rahatlandıq deyə artıq heç adlarını ağzımıza belə almırıq. Düşman belə olaraq adını ağzımıza almırıq ki, şükür Allah biz öz qalibiyyətimizin öz uğurumuzla yaşayırıq. Əlbəttə. Amma belə bir anlayış var ki, musiqinin dili, dini, milliyyəti yoxdur deyə. Bu günlərdə Samirə əfəndinin bu belə deyək də insancasına olan davranışı çox müzakirə olundu. Hər kəsin təbii ki, şəxsi fikridir. Azərbaycanlı olaraq öz fikrimiz var, o başqa. Amma bir insan olaraq hər kəsin başqa da fikri var və sənətçi olaraq mənə sizin fikriniz maraqlıdır. Görməyənlər var isə dinləyicilərimiz üçün qısa bir deyim ki, Samirə əfəndi xarici müsabiqələrin birində erməni təmsilçisinə 12 bal vermişdi və durub onu qucaqlamışdı. Bunu çox böyük bir qınağa çevirdilər. Vəziyyət elə orada pisləşdi. Durub qucaqlamaq ki var. Məncə onun o qucaqlamağı görüşmək olmamalıydı, qətiyyən. Əlbəttə bu musiqi yarışmasıdır. O xalı verməklə sən Azərbaycanın ədalətini orada göstərdin ki, Azərbaycan ədalətli heç vaxt haqq yemir və heç vaxt kiminsə haqqına girmir. Biz zaten torpaqlarımızı da azad eləyəndə heç bir torpaq iddiası olmadan öz torpaqlarımızı azad elədik, haqqımızı aldıq. Nəinki azad, bizi o torpaqlardan necə çıxarmışdılar? Biz amma heç bir əskərimiz, Ali Başkomandan heç kimə zülm etmədən biz insanlığımızı göstərdik. Burada da düzdür, o addımı atmaq əlbəttə ki, bizim haqqımızdır ki, yəni o cür biz davranmalıyıq. Sən xalı verməlisən və o sənə yaxınlaşanda ayağa qalxmamalıydın. Əlinlə göstərməliydin ki, ehtiyac yoxdur sənin gəlməyinə, bizim qucaqlaşmağımıza. Çünki bizim qucaqlaşmağımız hələ tezdir. Hələ bizim görüşməyimiz tezdir. Çünki bizim hələ düşmən tam olaraq, bizə tam olaraq o təslimliyin, tam olaraq o sülh müqaviləsinə imza atmağın təsdiqləməyibdir ki, hə, artıq biz səhv etdiyimizi boynumuza alırıq. Yaramız hələ sağalmayıb. Və üstə gəl də bizim yaramız əlbəttə ki, sağalmayıb. Hələ şəhid anaların gözü yaşlıdır. Bu anları hökmən hər bir Azərbaycan vətəndaşı, nə olsun ki sənətli, hər bir Azərbaycan vətəndaşı bu nüanslara diqqət yetirməlidir. Mən bunu sənətçi olaraq sizdən niyə soruşuram? Məsəl üçün, mənə maraqlıdır ki, bəlkə siz musiqi cəmiyyəsində, orada, xaricdə həqiqətən də milliyyət və din, mənsubiyyət gözə görünmür. Yəni, bir sənətçi olaraq, görünür yəni. Bəli, mənim görünür. Mənim görünür. Çünki mən hər dəfə o tədbirlərə qatılanda, festivallara qatılanda, o mənfurlardan kimlərisə görəndə istər-istəməz içimdən mənim alov püskürürdü, ot püskürürdü ki, hə, bunlar buradadır və müəyyən hallarda əlbəttə ki, bizi çox sındırıblar. Müəyyən hallarda bizi çox sındırıblar. Çünki onların əlində artıq şans vardı, şərait vardı, torpaqlarımızın işğal edib oturmuşlar üzərində və bizlərə o replikalar atmaqları, onlar mənim heç yadımdan çıxarmır, qətiyyən çıxmaz. Burada da yenə də Samirə əfəndi əlbəttə ki, o addımı ilə onları sındırmışdı artıq. 12 xalı verməklə sındırmışdın. Sadəcə yaxınlaşıb görüşmək məsələsi olanda qəti olaraq ona imkan verilməlidir. Yəni, onu qınağa çevirən bəlkə də bu oldu. Qətiyyən ona imkan verməməliydin və oradan heç gülmək də lazım değildi orada. Mən bu nüansların hamısını... Mərhəmətli bir xanım olaraq çox gözəl qəlbə sahibdir. Onu siz də tanıyırsınız Samirənin. Çox gözəl qəlbi var, amma orada onu unutmamalıydı. Müəyyən hallarda, bəli, müəyyən hallarda gərək bir balaca kəskinliyimizi bildirək, kəskinləşməyimizi... Bir balaca bir düzdür, bugün verilişimiz bu deyil, amma indi yeri gəlmişkən şirin danışırıq. Hətta mənim oğlum deyir ki, 14 yaşı var, Allah hər kəsin balasını saxlasın. Nəsə oyun oynayır, keçən gün ingilislərlə də oynayır, görürəm kim nəsə danışır, deyir ki, ay mama, bəs dünyanın başqa bir yerində yaşayan, heç Ermənistanın nə olduğunu, harda olduğunu bilməyən bir uşaqdır, ermənidir, nə olsun, mən ondan oynayıram. Nə fərqi var ki, o milliyyəti hansıdır? Deyirəm ki, heç vaxt unutma, o kimin kökündən gəlir. Bunu mama deyir, siz səhvsiz də, onlar deyir, o heç özü bilmir Ermənistan kimdir, niyə bu müharibə oldu? Deyirəm, elə mama qurban, deyirəm, eybi yox. Onu unutma, deyirəm, hər bir millətin bir kökəni, bir mənsubiyyəti var ki, o necə ki
Almanlar biraz dəqiq, qəddar millət kimi tanınırlar. İngilislər dəqiq millət kimi tanınırlar. Nasist deyirlər də onlar. Yəni Azərbaycanlılar qonaqpərvər kimi tanınırlar. Onlar da satqın millətdirlər. Bunu heç vaxt unutma. Yox, mama səhv deyirsən. Dedim, yaxşı, sənə buraxıram, amma bunu heç vaxt ağlından çıxartma. Düşman olma, əlbəttə ki, biz insanıq və heç kimdən milliyyətimiz bunu istəmir, düşmançılığı. Bir üstündən bir 10 gün keçib gəlim, mama, bilirsən nə söhbət elədi o uşaq mənə? Deyirəm, nə dedi? Dedi ki, siz bizim torpaqlarımızı bizdən almışsınız. Vəssalam. Dedim, indi gördün. Bəs Ermənistan nədir bilmirdi, bəs mənsubiyyət bilmirdi. Onlar heç vaxt köklərini heç vaxt unutmazlar. O kökdən gəlir, yəni düz deyirmişsən. Ona görə də sərhəddə həmişə qorumaq lazımdır. Tamaşaçılarımızdan dönə-dönə üzr istəyirəm. Bu ifadəmə görə, amma bu atalar deyimidir və gözəl də bir deyimdir. Deyir, itlə deyir, yoldaşlıq amma çomağın əlinə heç vaxt, bəli. İnanın ki, o it adına da layiq deyil bu mənfurlar. Və qismət belə gəlibdir. Allah belə yazıbdır ki, bunlar ömür boyu, ömürlük bizim qonşumuz olmalıdır. Neyəyə bilərik? Və amma biz artıq əvvəlki Azərbaycan deyilik. Sovetin təsiri altında olan Azərbaycan deyil. Müstəqil Azərbaycanıq. Bizim tarixi kökənlərimiz, çox uzağa demirəm. Nadir Şaha kimi, Şah İsmailə kimi bizim tarixlərimiz var. O tarixləri araşdıranda görür ki, bizim məmləkət nə qədər böyük olub. Və bizim imperiyamız, az qala bizim imperiyamız olubdur ki, dünya meydan oxuyubdur. Və ona görə də biz həmən o böyüklüyümüzü, o belə deyək də qüdrətimizi yavaş-yavaş artırmağa davam edirik. Artıracağıq da. Bunun üçün bizə xüsusi belə deyək də bir qürur lazımdır ki, bu qürurumuzu bərpa eləyək. Bunun üçün bizə lider lazım idi. Liderimizi Allah bizə nəsib eləyir. Çox şükür. Və ona görə də inşallah bu nüanslara bax, indi gəldi, söz açıldı. O nüanslara hər birimiz, hər bir Azərbaycanlı olaraq, istər bu sahədə olsun, istər qeyri sahədə olsun, Azərbaycanlısansa, Azərbaycan vətəndaşsansa, özündə olmalıdır. Çox şükür. Özünün daxilində olmalı. Bu günümüzə çox şükür. Biz qonşuluğu da, insanlığı da, mərhəməti də çox gözəl bacaran millətik. Neçə yaşınız var idi? Mənim hazırda neçə yaşım? Hazırda artıq 41 yaşımın içindəyəm. Ay maşallah, heç 41 göstərmirsiniz, o heç. 3 övlad düzdür, Allah saxlasın, Allah gözünüz dolusu görməyi nəsib eləsin. Hansının səsi var? Deməli, böyükünün səsi yoxdur. Yoxlamısınız, yoxdur. Neçə yaş? 13 yaşındadır artıq. Allah saxlasın. Sevgisi var, istəyi var, nə bilim, oxuyur. Ən çox da Xudayar təsvirini oxuyur. Allah şəhidlərimizə rəhmət eləsin. Amma səsi yoxdur, Allah rəhmət eləsin. Amma yəni bu işin ardınca getsə, heç nə əldə eləməməz. Bunu yəni bu cür mən konkret deyirəm. Ondan kiçik oğlumun hiss edirəm ki, varıdır, səsi var. Amma o da hələ çox kiçik, yəni 5 yaşında da hələ. Bu bilinməyəcək hələ. Yəqin ki, 7 yaşdan, 8 yaşdan sonra artıq bəlli olacaq. Lap balaca da hələ 7 aylıqdır. Ağlayanda bilinmir, melodiyanla ağlayır, yoxsa yox. Onlar hələ zaman Allah qoysa, gələcək göstərəcək. Mən heç vaxt razı olmaram ki, onların primitiv bir yüngülvari səsi olsun və geçsinlər sənət dalınca, qətiyyən razı olmaram. Zaten hazırda musiqi camimiz, mədəni camimiz korlanmağa doğru gedir. Həqiqətən, korlanmağa doğru gedir və biz də çalışırıq ki, korlanmanın qarşısını alaq. Hələ bir üstəlikdən mən öz evlatlarımdan balaca bir istedaddan gətirim, qoşun bu camiyə, heç vaxt razı olmaram. Yaxşı, birdən getdi də, indi deyir ki, olacaq. Yox, bizdə böyük-kiçik sözün, bizim ailəmizdə neçə nəfərin gözəl səsləri olubdur. Bizdə ümumiyyətlə genetik olaraq bu istedad var da, yəni kimi dindirirsən, tərpədirsən, oxuyur. Nəsildə. Bəli, nəsildə. Və bu bir belə səsi olanların, istedadı olanların içindən bir dənə mən çıxmışam, oxumuşam ki, yəni... Yol bir dənə İlkin Əhmədov açır. Bəli. Və ona görə də heç vaxt razı olmaram ki, övladım belə olsa, razı olmaram ki, onun kiçik bir səsi olsun, balaca bir səslə gəlsin. Ya bu sənətə gəlməlisən yaxşı bir ifaçılıqla, yaxşı bir istedadla, səslə, ya da ki, gəlməməlisən. Gəlmə. O günlər bir söhbət düşüb, bir mövzu açılıbdır ki, yəni bu bizim musiqi gündəmimizdən, hazırki vəziyyətdən. İlkin Əhmədovun ən yaralı olduğunu. Ən yaralı, həqiqətən ən yaralı. Ən əsəbləşdiyi mövzu. Yaralı, çünki bilirsiniz, Azərbaycan mədəniyyəti axı bu deyil. Azərbaycanın incəsənəti bu deyil. Biz, yenə də gəlirəm o sözümün üstünə, mən şəxsən öz payıma deyirəm. Yəni biz milli musiqi ifaçıları
musiqimizi dünyada təbliğ etmişik, yetərincə belə deyək. Hələ də yenə də etməliyik təbii ki. Mən dünyanın 30 ölkəsində olmuşam. Bu ölkələrdə sıradan ölkələr olmayıb əksəriyyəti. Avropa ölkələri, Amerika ölkələri, okeanın o tərəfi, bu tərəfi. Və hər dəfə Azərbaycan musiqisini ifa edəndə təmiz Azərbaycan milli musiqisi muğamlarımı deyim, klassik vokal ifaçılıqlarımı deyim və s. və ilə axır. Azərbaycan mədəniyyətinə xas olan musiqiləri təbliğ edəndə hər dəfə alqışla və heyrətlə qarşılayırlar bizi. Deyirəm ki, bax bu uzun dırnaq, nə bilim o bədən əzalarını göstərənlər və yaxud da nə bilim hansısa bir cılız bir onların adını bilmirəm nə deyim, cılız ifaçılıqlarda belə deyək də. Onlarla siz neyə bilərsiniz? Hara çıxa bilərsiniz? Hansı Azərbaycan mədəniyyətindən, musiqisindən siz danışıb onu təbliğ eləyə bilərsiniz ki, bu Azərbaycan mədəniyyətidir. Özünüz utanmazsınız. Vallahi, onların məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək deyil ki, pullarını qazanmaqdır. Yaxşı, məqsəd ayrıdır da. Pullarınızı qazandınız, pullarınızı qazandınız. Bəs düşünmürsünüz ki, Azərbaycan mədəniyyətini də korluyursunuz. Niyə düşünmürlər? Mən bunu sual verməyə çox cəhd edirəm. Hər dəfə sualdan yayınırlar, qaçırlar, yaxına gəlmək istəmirlər. Amma mənim əsas o şeylərdə mənim bir marağım yoxdur. Özləri bilərlər. İstəyirlər nə oxuyurlar, oxusunlar o çöldə, nə bilim, qamışlıqda hardasa bir yerdə. Azərbaycanın mədəniyyətin efirlərdən korlamasınlar. Mənim cəhd elədiyim budur. Sosial şəbəkədə nə danışırlar, nə deyirlər, o bizə adiyyəti yoxdur. İndi bunun da günahı müğənnilərdə deyil də, o heç. Bilirsiniz? O ayrı artıq mövzudur. Bilirsiniz? Mənim xahişimdir. Mən tələf də eləyə bilmirəm. İndi oxuduğu bu da efirə çağırırlar, çıxıb nə oxusun? Aha, görürsünüz? Ona görə senzura lazımdır. Bəli, inşallah. Onun üçün senzura, hökmən senzura. Bax, sizin bu gözəl layihənizdə, efirinizdə onlardan bir nəfər gəlib heç olmasa qapıdan keçə bilər? Xeyr, mümkün deyil. Yox, keçib yurdumuzun qapısı açıqdır, qonağımız olub çayımızı içə bilərlər. Heç ona da imkan verməyin. Çünki bura o qədər gözəldir ki, bura o qədər Azərbaycan musiqisinə zəngindir ki, o çay içməyə də layiq deyirlər. Onda da korlanar. Bəli. Mən demirəm efirlərə çıxmasınlar, efirlərə də çıxsınlar. Gözəl savadla çıxsınlar, təmiz savadla, danışıq tərzinə kimi, geyim tərzinə kimi. Yenə də bax, qeyd etmək istəyirəm, 2 metr dırnaqla, nə bilim, əza ilə qürərlənməsinlər. Və yaxud da, mən bu mahnını yazmışam, bunu sosial şəbəkədə, YouTube'da, nədir, TikTok'da, Instagram'da bunun baxış sayı, TikTok'da min cür hoqqa çıxardılar, söyüş söylər, üzr istəyirəm tamaşası, bir-birinə söyüş söylər və o marağa kəsb olur. Onu gərək gətirib efirə mi çıxardasan, sən milyonların qarşısına mı çıxardasan? Azərbaycanın mədəniyyətini mi korlayasan? Efirə çıxartmasın. Mənim istəyim odur ki, efirə çıxartmasınlar. Efirə çıxartmasınlar. Aparıcılarımız, teleaparıcılar, layihə rəhbərləri qadağa qoysunlar, desinlər ki, ya bu cür səliqə ilə geyinib gəlirsən, danışıqla belə fikir verirsən. Demirəm, danışmasın o müəyyən danışıqları, danışsın, amma adicə ləhcələr belə korlanıb. Ləhcə ilə, mən ləhcə ilə danışa bilmərəm, J ilə, nə bilim, Qarabağ ləhcəsinin təmiz danışaram, özümü buraxaram, belə pis çıxmasın. Amma olmaz axı, sən efirə çıxırsan, sən tamaşaçı qarşısına çıxırsansa, hörmətlə yanaşmalısan, sənin sənətinə. Yaxşı, onda gəlin belə bir sual verim də. Təbii ki, bu efir mövzusuna mən də həm də televiziya aparıcısı olduğum üçün bir fikrimi bildirmək istəyirəm. Bəli. Senzura məsələsi təbii ki, bu tətbiq olmalıdır. O özəl kanalların tətbiq edəcəyi bir məsələ deyil. Təbii ki, bu daha ciddi şəkildə ümumi qərar olmalıdır. Amma aparıcıların qonaq dəvət etmə mövzusunda isə yetəri qədər, belə deyim, telefonda da deyilən olur. Geyim məsələsinə çox hər bir kanalın özünün xüsusi yanaşması var ki, icazə yoxdur. Onlar başqa məsələ. Amma əlbəttə ki, bu biraz özəl bir sektor olduğu üçün bəzi sahələrdə orada da özəl bir məqamlar var ki, o da onlara məxsusdur. İşin mətbəx tərəfi də var. Acı həqiqətlər də var. Onları danışmaqla da, belə deyim də, burada bir radiodur. Mənim burada turub onu danışmağım biraz düzgün çıxmır. Televiziyada qonaq olub, eyni mövzunu televiziyada danışmaq daha doğru çıxar. Bugün Yurd FM çox şükür olsun ki, məqsədi budur. Yurdumuzun musiqisini yaşatmaq üçün. Baba, yurdumuzun musiqisidir, bax bu. Çox çətindir bu yol. Bu xalqa, bu millətə, bu vətənə xas olan. Amma, belə deyək də, İlkin Əhmədov. Bəli. Bu həmişə olmalıdır. Hər sahədə bu var. Bəli. Çörək istehsal edən zavodun belə təmiz vicdanla çörək istehsal eləyəni var, qarışıq istehsal eləyəni var. Yəni bu hər yerdə ət satanın belə təmiz və vicdanla eləyəni var, amma bu demək deyil ki, hamı belə olmalıdır, amma hamı belə edirmi deyə deyil. Bu bütün sahələrdə budur. Sadəcə
İncəsənət göz önündə olduğu üçün və göz önündə olan bir şey daha böyük bir publikaya, daha böyük bir insan çoxluğuna xitab etdiyi üçün bu biraz daha təhlükəlidir. Amma nəyi sizə demək istəyirəm? İllər öncələrdə, 20 il, 30 il öncələrdə belə, 20-25 il deyim də belə, onda da bayağı musiqi, bayağı ifaçılar var idi. Bəli. Var idi. Onda da var idi. Ki o çox bayağı ifaçılar indi sənətkar adında da hörmətlə qarşılanan. Sizə bir şey deyim. Əlbəttə var idi, düz deyirsiniz. Və onların efirə gəlmə məsələsini deyim. Mənim onda bir televiziya kanalı var idi. Bir kanal var idi və bir şey qeyd edim. Mənim ölənlərinizi Allah rəhmət eləsin, rəhmətli atam jurnal saxlayıb. Mənim evdə var həmən jurnal. Kirpi jurnalı deyirlər, kirpi. Hə, bizdə də var. Bayağı ifadə işlədən, bayağı belə deyək də mahnı oxuyanın, mən də adlarını çəkməyəcəm, özdə çox belə deyək də titullu, hazırki vəziyyətdə onlar çox titullu sənətkarlarımızdır. Allah ruhlarını şad eləsin. Dünyadan da köçüblər. Onların belə bayağıya qaçdığın görən kimi kirpi jurnalına vurublar. Mən həmən jurnalı saxlayıram. Və onları kəskin tənqid edilbər və onunla da bitib o məsələ. Bir də bayalığa yayım belə az idi də. Kanal bir dənə idi. Əlbəttə. Yəni ona görə mübarizə aparmaq asan idi. Ona görə də mənəviyyat qorunurdu, ləyaqət qorunurdu bundan. Bu elə bir zarafat deyil bu. Bax bizim Allah balalarınızı saxlasın. Özümüzdən danışırıq da. Siz orada eləşmişsiniz mən. Bizim hər ikimizin evlatlarımız var, balalarımız var və onlar televiziyaya baxmalıdır da biz baxırıqsa onlar da baxmalıdır. Biz çevirik görürük ki orada uyğun olmayan söhbətlər gedir. Uyğun olmayan tərzdə geyimdə əyləşiblər. Biz məcbur çevirməliyik də. Biz balalarımızı tərbiyə eləmək üçün məcbur çevirməliyik də, baxmadıq. Elələri də var ki, indi istəyirlər baxsınlar, balalar da baxsın ona. Amma biz təmiz Azərbaycanımızı, mental dəyərlərimizi qorumaq üçün, qürurlarımızı qorumaq üçün biz gərək baxmayaq. Yaxşı, indi niyə məcbur qoyurlar ki, axı orada baxmayacaq, sosialda baxacaq. Baxmamaq deyil də. Sosial efir deyil, əzizim. Yəni ki, məndən yaxşı bilirsiniz. Yəni uşaqlar üçün deyirəm. Onsuz da televiziyada görməyəcək. Yox, sosialdan kənar saxlayaq uşaqlarımızı. Yəni mümkün deyil də, onu bilirik ki, çox çətindir bu zamanda. Amma söhbət musiqidən gedirsə, bununla mübarizə aparmaq hardasa mümkündür. Ən əsası ümumilikdə çətin olsa da başqa bir geyim, danışıq. Ən əsası Aysel xanım, mən belə düşünürəm. Bu mənim şəxsi fikrimdir. Və sonradan da baxıram ki, çoxları elə mənim fikrimə sirayət edirlər. Gəlirlər mənim fikrimə ki, ən əsası efirlərdir. Əlbəttə ki, mən sizlə tam razıyam. Mən bununla tam razıyam. Sadəcə olaraq burada hər zaman mən bu mövzunu çox müzakirə etmirəm. Çünki bir televiziya aparıcısı olaraq radioda oturub televiziya haqqında danışmağım düzgün çıxmır. Mən bunu televiziyada danışarım. Mən bugün radiolarımızdan danışa bilərəm ki, Yurd FM məqsədi budur. Çox şükür olsun, çətin də olsa işimizin ötəsindən gəlirik. Yəni burada oturub yerim rahatdır. Heç kim məni reyting üçün incitmir. Bunu kimisə qınamağım mənə yaraşmaz. Ona görə də danışmam. Yerim rahatdır. Şükür Allah, rəhbərliyimizin bir dərdi var. Milli musiqi olsun, sənətkar olsun, danışığını bilən olsun. Ona görə də mənim üçün danışmağa çox ləyaqətli də bir rəhbərliyiniz var. Gözəl bir insandır. Həqiqətən Azərbaycanın o musiqisini sevən, Azərbaycanın dəyərlərini sevən, ürəkdən sevən bir şəxsiyyətdir. Allah var eləsin ki, bu gözəlliyi yaradıb və biz də könül xoşluğu ilə rahat oluruq ki, bizim bu musiqimiz heç olmasa burada bu cür yerlərdə qorunur, saxlanılır. Şükür. Və sizin kimi sənətkarlar, sənətçilər var olduqca da qorunub saxlanacaq. Çətin mübarizədir, şərəfli mübarizədir. Əlbəttə ki, bu da bir ələyin bir gözündən keçəcək, düzələcək. Mən elə düşünürəm. Günün birində gördünüz ki, Aysel oxumağa başlayıb. Nə deyəcəksiniz? Mən bilirəm ki, Ayselin mənəviyyatı o qədər yüksəkdir. Eləməz. Mədəni yox, eləyər, niyə eləmir ki? Amma yaxşı aspektdən yanaşacaq bilirəm. Hərə öz bildiyi işi bacardığını eləsin də, yəni xahiş edirəm. Yox, hər kəsin içində zaten incəsənətə meyillik var. Hər kəsin. Hamı istəyir ki, həm oxuya bilməyən olsa da heç olmasa deyir ki, yaxşı qulaq asım, yaxşı dinləyim. Yəni dinləyən də heç olmasa gərək yaxşısını dinləsin, yaxşısına qulaq assın. Və ifa etmək istəyən də hər zaman çalışmalıdır ki, yaxşısını ifa etsin, pisinə qaçmasın, pisini ifa etməsin. Və istədim əslində sponsor səsləndirməyi, bir reklamlara yaxın səsləndirərəm. Daha doğrusu az qalmışıq artıq. Bu fikri də soruşum, reklamlara ayrılacaq. Bu musiqi sayəsindəki bu bayaqlıqdan danışın. Təbii ki, bütün sənəti olan, səsi olan, bacarığı olan sənətçilərimizin belə deyək də dərd yeridir bura. O heç təbii ki də olmalıdır. Bu çox doğru bir haldır. Hətta keçən dəfə hər dəfə bunu səsləndirən Murad Kəngərli yaxşı bir fikir dedi. Deyir, qardaş, bu senzuranı
tibb sahəsində eləmədilər. Lisenziyası olmayanlar uzaqlaşdırırlar. Ay Allah kömək. Müəllimləri hər dəfə imtahana Yazıqlar, salmırlar. bəli. Ki bu sürücüləri hər dəfə bir sürücülü imtahandan Bunu da eləmək lazımdır, bəli. Bu musiqiçidə də eləyir. Öpürəm səni əziz qardaş. Düz. Bax budur bax. Qəşəng söz deyir əslində. Bəli, gözəl söz. Oxuya bilməyənləri də uzaqlaşdırın da qardaş, bizim bu boyda Düz sənətimiz qadan alın, qalıb düz, düz. Tamam doğru. Tamam. Qəşəng fikirdir. Elə zaten biz bunu istəyirik, buna çalışırıq. İnşallah. yanaşırıq. Yəni əslində doğrudan da Yox, bir siz üzr istəyirəm, dönə-dönə sözü kəsdim. Sən Allah, yaralı yerimdə bax Mənə elə gəlir ki, İlkin Əhmədov yatanda da bunu fikirləşir, yoxsa da görür. Dillendirirsiniz mən niyə? Mən 6 il təhsil almışam. Aha. 6 il gecə gündüz yatmadan təhsil almışam. Mənim 4 il təhsilim lap çətin vaxtlara düşübdü. Həm konservatoriyanın binası tam hazır değildi. Hər dəfə bir yerdə təhsil alırdıq. Və bununla yanaşı mənim elə bir belə deyək də indiki vəziyyət deyil daxı. Yəni ortabab yaşayan vaxtlarımızdır. Bəzən o cibimdə o pola mən qənaət edib piyada gedirdim. Peşkom yolları gedirdim. Özdə hardan Azineftin Kuruğundan 20 yanvara kimi ki o bir Məmməd, bir Nizamı mənim cibimdə qalsın. Bu zülmlə mən oxumuşam, təhsil almışam. Özdə yaxşı da oxumuşam. Bütün fənlərin hamısına mənim qiymətim yaxşı olub. Və 2 ildə magistr. Və magistri mən qırmızı diplomla bitirmişəm. Mənim dissertasiya işimi Allah rəhmət eləsin Vaqif müəllim vardı, bizim dekan idi, professor, bəli. Vaqif müəllim dedi ki, bax sən bu 60 vərəqlik dissertasiyanı eləyib gətirmişsən ha, qoy bura, mən hardan sual versəm oradan cavab verəcəksən. O cür də elədi və hardan sual verdi, gördü ki, yəni özüm işləmişəm, özüm yazmışam və axırda dedi ki, xahiş edirəm auditoriya alqışlayın bu işi. Sözüm nəyə gəlir? Yəni mən 6 il bu əziyyəti çəkmişəm, zülmü çəkmişəm. Mənim səsim ola, istedadım ola. Mən təhsil almışam. Bunların hamısı təhsil almalıdır. Birinci növbədə, ilk növbədə bu sənətə gəlirsənsə, gələk bu sənətin təhsilin keçəsən, məktəbin keçəsən, ondan sonra gələsən, professionallıqdan danışasan, professional ifa edəsən. Asandır, təbii ki, belə dedi, oynaq musiqinin bayağını tutub insanların ruhunu oxşamaq çox asan məsələdir. Sənət qalır bir qıraqda. Hətta toyların birində çox doğrudan mən müğənni deyiləm, baxıram ki, mən olsam necə pis olaram da. Bəli. Yanımda çox savadlı, çox sənəti olan müğənni toydayıq. Bir o yarım saatlıqlardan birisi gəldi fonogramları ilə. Bəli, hə. 2 dəfə ondan baha gəlmişdi. O bütöv toya gəldiyi qiymətdən 2 dəfə baha gəlmişdi yarım saatlığa və o 2 saatda oxuyurdu. O yarım saatın içində 3 dəfə ondan daha çox şirinlik yığdı, nəmər yığdı və getdi. Mən o sənətçinin yerinə pis oluram ki, doğrudan bu adam bu boyda sənəti var. Elə mən də o gün deyəm, valla. Ya hirslənməsinlər, neynəsinlər. Mən özür istəyirəm, toyu başlayıram. Toy saat 7-də başlayırdı. Toyu başlayıram ifa etməyə. Oynaq mahnılar təbii ki. Gözəl mahnılarımızı ifa edirəm. 7-dən başlayıb 9-a kimi 2 saat dayanmadan ifa edirəm. Bəli. Canlı ifa edirəm, oynaq mahnılar. Oynayırlar, yorulurlar, oynayırlar. 9-a kimi dayanmadan ifa edirəm. Bax siz demişəm, biri də gəlir 20 dəqiqə, 25 dəqiqə, yarım saat diskin qoyur ora, nə bilim, telefonla göndərir, güya oxuyur. Məndən də çox şabaşını alır, yığır. Mən yenə də deyirəm, pul qazansınlar. Vallahi heç kəsin pul qazanmağına mənim 1 qram gözüm yoxdur. Vallahi billah deyirəm. Çünki şükürlər olsun Allah mənə elə yerlərdən qapı açır, elə yerlərdən ruzu verir ki, elə şeylər mənim ağlıma gəlir. Mənim prinsipim sadəcə yaxşı musiqidir. Yaxşı Azərbaycan mədəniyyətinə xas musiqilər. Nə olar ki, toy mahnıları olanda? Toy mahnılarımız yoxdur. En qədər toy mahnılarımız var, gözəl mahnılarımız var. Çox var, əlbəttə ki. Hər bir ladda, Bayat Şiraz ladında da var, Şur ladında da var, Cahargah ladında da var, Seygah ladında da, Mahur ladında da, hər bir ladda, Humayun ladında da, hər bir ladda bizim oynaq mahnılarımız, şən mahnılarımız var. Ki, hər kəs oynaya da bilər, şənlənə də bilər. Gərək elə gətirib bunların arasına mundarları, pisləri sala. Niyə? Sevgidə kim uduzdu, kim utdu? Qonaq gəl bizə də İlkin Əhmədov deyir. İlkin bəy, bu sualı soruşum da sizdən. Bəli. Gedən uduzur, yoxsa qalan uduzur? Vallahi baxır mövzuya da. Sevgidən danışım, mahnıya görə dedim də. Nə bilim vallahi. Mənim şükürlər olsun ki, belə bir halla üzləşməmişəm. Aha. Mən sadəcə belə halla üzləşənlərə oxumuşam bu mahnını ki, bilirsiniz, heç kim uduzmasın əslində. O seçimi elə seçsinlər ki, nə kimsə getsin, nə kimsə uduzsun. Yaxşı seçim eləsinlər bir-birlərinə, o sevgi münasibəti yaşayanlar, ailə qurmağa hazırlaşanlar. Vallahi yenə də qeyd etmək istəyirəm ki, mən o cür hal yaşamamışam. Bilmirsiniz kim uduzur, kim udur. Əsas onu gördüklərimə oxumuşam ki,
qoy nə gedən uduzsun, nə qalan uduzsun. Bir-birlərindən. Uduzmayın yəni. Bilirsiniz, ən əsası odur ki, burada bax görürsünüz, sözlərin tərbiyəvi əhəmiyyətin, sözlərin o bir-birindən uzlaşmasın, musiqinin zənginliyin, həm zil, ona görə yaşayırlar da bu mahnılar. Həm zil, həm bəm registrləri əhatə eləməyi mahnının, kantasının necə bir zəngin olmasını. Ona görə oxumuşam ki, yəni bu cür mahnıları mən oxuya bilərəm. Bilirsiniz mənə nə qədər cılız mahnılar təklif edənlər var. Aysel xanım, nə qədər mənə bəlkə də bugün də göndəriblər. Hələ baxmamışam ki. Hər dəfə göndərirlər. Hər dəfə göndərirlər ki, bax belə bir mahnı var, oxuya bilərsən. Çünki gündəmi zəbt edən mahnılar da gedir. Hər kəs artıq çalışır ki, bəstəkar olsun evdə. Yaxşı, mahnıya cılız demək üçün o mahnı necə bir mahnı olmalıdır? O mahnıya cılız deyəndə bilirsiniz necə? 3 notun üstündə olur. Tak 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 tak. 6-8. 6-8 də olsa, 6-8 keçmişdə də 6-8'lər var da. Həzin də olsa, 6-8 də olsa 3 notun üstündə olur. Mahnı zəngin olmalıdır. Bax bu 3 notun üstündə olan mahnı oxşuyur mahnı. Yox, əlbəttə. Bu nə qədər notları bu əhatə elədi, getdi gəldi, getdi gəldi. Bu bilirsiniz o 3 notun üstündə olan mahnılar çox asanlıqla mən o mahnılardan gündə ən azı bir 15-20'sini özüm yazaram elə. Hətta. Vallahi bəli yazaram. Yaxşı, düzdür. Əslində bugün elə bir ki, İlkin Əhmədov belə deyil, şərhçi olaraq çağırmış. Amma neyini qəşəng danışır, söhbəti gətirir. Bax indi bu 3 notdan danışdıq. Düzdür, 3 not deyil o təbii ki, amma bu günlərdə Mirzə Ələkbər Sabirin mahnısına, sözlərinə mahnı ifa etmək, Kəmalənin və Asif müəllimin o cür əsəbləşmək, sizcə o bayağı mahnıdır? Valla bilirsiniz nətərdir? Mirzə Ələkbər Sabirin sözlərinə o ritmi mən qəbul edə bilmədim. Yaxı, o satirik şeirlər yazırdı Mirzə Ələkbər. Mən musiqiçi deyiləm. Bir də orada söz dəyişkənlikləri olmuşdu. Amma deyir onun icazəsini alıbmış. Daha doğrusu bir şairə göndərib fikir alıbmış ki, bunu dəyişmək olarmı? Elə bildim icazəsini. Yox, Sabirdən alıb. Sabirdən alıb. Nəvəsi nəticəsi. Yox, bir şair fikrini öyrənibmiş ki, sizcə bunu eləsək pis çıxmaz, yanlış. O da bir-iki söz dəyişib deyəsən. Onu da çox Asif müəllim necə özün mən biləndə ki, mən heç o mahnını eşitməmişdim. Mən bilmirdim ki, Asif müəllim bəstəsidir. Çünki niyə əslində həqiqət var Asif müəllimin sözündə. Deyir ki, o qınanılan yeri paylaşıldı deyə. Mahnı heç dinlənilmədən qınanılmağa başladı. Gərək əvvəldən axıra kimi hədə onu təqdim eləməmişdilər axı. Mən biləndə ki, Asif müəllimin də açdım o mahnını təzədən qulaq astım ki, ola bilməz yo, boyda Asif Kərimov bayağı mahnı yazsın, adam ömrünü bayağıları, yəni tənqid eləməklə keçidib. Yəni necə bu bayağı? Yəni sizcə nə idi musiqiçi olaraq? Bir qeyd etdiyim kimi, öncəliklə mahnını əvvəldən axıra mən dinləməmişdim. Aha. O bir hissəsini mən gördüm. Bir dəfə bizim əzizlərimizdən, dəyərlərimizdən birinin də mahnısını bax elə mən çaşqınlıq yaratmışdı məndə. Aha. Ona da etirazımı bildirmişdim. O da kiçik bir hissəsini dinləmişdim. Sonra mahnını geniş şəkildə, bütöv şəkildə dinləyəndən sonra gördüm ki, orada düzəliş eləsə bir balaca, oranı düzəliş eləsə, o mahnı da oradan da ümumilikdə gözəl bir mahnıdır. Və burada da Mirzə Ələkbər Sabirin sözlərində dəyişkənliyi olan yeri. Bir orası onu biraz. Və bir də ritmi mən gördüm. Az bir belə deyək də metrajda mən gördüm və əlbəttə ki, bigana qala bilmədim ki, yəni bu bizim böyük bir ədibimizin sözləridir. Yəni axı o satirik bir şairdir. Yəni onsuz da durub hansısa bir qəzəli oxumuşdular o tərzdə. O Nizami Gəncəvidən idi də deyəsən kim Nəsimidən oxumuşdular. Həmis üçün o ola bilərdi ki, o hara, bu ifa hara, o biraz qınandı. Çünki o qəzəli mahiyyəti nədir? Satirik şeiri biraz belə ritm ki, mən qulaq astım. Hətta Asif müəllim görəndən sonra ki, o da açdım o mahnıya qulaq astım ki, çox da şirin aldım. Yox, elə mən də əvvəldən axıra qulaq asandan sonra gördüm sonra Asif müəllim yazıq Asif müəllim necə özündən çıxartdılar. Biz telefon əlaqəsində yaratdıq. Dedi ki, Aykin, gərək sən əvvəldən axıra qulaq asaydın o mahnıya. Salamlayırıq Asif Kərimovdan. Ürəkdən salamlayırıq. Asif müəllim sənətkardır. Asif müəllim illərin sənətkarıdır. Məsəl üçün Səmra oxumuşdu, səhv eləmirəmsə, millət necə tarac olur olsun, nə işin varı. Mən biləni o pulla bağlı olan mahnısında oxumuşdu. O tənqid olunmuşdu çünki geyim, yanaşma, şəkili Mirzə Ələkbər Sabir. Heç mən onu görməmişəm, nə yaxşı heç görməmişəm. Mən göstərim əsəbləşdirib İlkin Əhmədova. Göstərməyin. Misal üçün orada o tənqid oluna o bilərdi. Çünki boyda sənətkarın qarşısında o görüntü, o yanaşma biraz tənqid var idi. Amma burada yazıq Kəmalənin, yazıq Asif Yox, qəşəng klipləri var maşallah. Gözəl də klip çəkilib. Əsl elə Kəmaləyə uyğun şəkildə gözəl də klipini də gördüm, ləzzət aldım. Və o sözlərin də o dəyişkənliyinə görə icazəsini alıbsa və yaxud da
belə münasib görürsə, yaxşı, mən çəkildim geri, çünki Asif müəllim sənətkardır. Sənətkardır, Asif müəllimi də Kəmaləni də salamlayırıq buradan. İlkin Əhmədov, o deyir sizə bayağı mahnılar mənə nə qədər təklif olunur, amma oxumuram da. Çox. Yəni məbləğ də önəmli deyil. Hansı məbləğ azdır? Oxumaq üçün. Onlar mənə təklif verir ki, veririk. Yox, qətiyyən. Mümkün deyil. Qeyri-mümkün. Yaxşı, o bayağı çünki mən bugün... özümə yaraşdırmaram axı. Yaxşı, bugün o ifasını bəyənmədiyiniz ifa insanlıqdan danışmırıq. Hər kəsin insanlığı özünə yaxşıdır. Şəxsiyyət toxunulmazdır. O qədər gözəl insanlığı olanları var ki, musiqi tərzi başqadır, sevilmir, amma insanlıqları, xanımlıqlar, bəylikləri öz yerində. Ondan danışmırıq. Amma yəni o ifasını bəyənmədiyiniz insanlarla bir məclisdə yan-yana düşəndə nə edirsiniz? Çox narahat oluram. Bax, siz dediyiniz, bax görsən nə gözəl yanaşdınız. Ona görə siz həm çox istəyirik ki, şəxsiyyət toxunulmazdır. Şəxsiyyətinə işimiz yoxdur. Onların eləsi olur ki, onların doğrudan da yaxşı şəxsiyyəti var. Onların qanacağı var, tərbiyəsi var, mərfəti var. Sadəcə bu yola düşüblər, yəni ki, pul qazanmaq üçün o yolla gedirlər və dəxli olmur. Onların şəxsiyyəti yaxşıdır, onların qanacağı, tərbiyəsi yaxşıdır. Pis ifaçılıq olan kimi mən qıcıq oluram, mən narahat oluram. Yəni səhnədəyəmsə mən insanlıq yox, sənətçiliyinə baxıram da yəni. Mənə dəxli olmur. Böyür-böyrə də oturanda narahat oluram, belə baxıram, qalıram ki, yəni bilirsiniz məsələ nədir? Mən oxuya bilmərəm və yaxud da mənim belə deyək də fikrimdə olan ifaçılarımız nə qədərdir maşallah. Qoruyurlar, saxlayırlar. Bəli. Onlar oxuya bilməzlər o mahnıları. Valla gündə 5-in 6-sını oxuyarıq. O şaqqa tuqa, nə bilim, belə şeyləri ki, hə biz də bütün günü toylara gedək. Bütün günü olaq toylarda. Eləyə bilmərik, vallahi eləyərik. Amma vicdanımız yol vermir. Qəlbimiz, ürəyimiz ona yol vermir ki, axı Azərbaycanın mədəniyyətini qorumaq bizə həvalə olunub. Azərbaycanın incəsənətin, Azərbaycanın musiqisi. Nəinki Azərbaycanı, biz bu dünyaya nə üçün gəlmişik? Amalımızı unutmamalıyıq, məqsədimizi unutmamalıyıq. Əlbəttə, bəli. İz qoyub getməliyik də, yaxşı mənada bu dünyaya bir xeyrimiz olmalıdır. Bilirsiniz, necədir? Bir şeyi qeyd edeyim də. Mən yenə də gəlirəm bu məsələyə ki, dünyanın 30 ölkəsində olmuşam. Azərbaycanın namusundan, qeyrətindən, Azərbaycanın qürurundan, Azərbaycanın dostluğundan, kulinariyasından mı deyim, idmanından mı deyim, hər tərəfli Azərbaycandan heç bir yerdə yoxdur. Azərbaycan milliyyətindən də, Azərbaycan ölkəmizdən də, vətən torpağımızdan da, Azərbaycanımızdan heç bir yerdə mən Azərbaycanımızın alternativini görməmişəm. Eləcə də Azərbaycanımızın musiqisindən heç bir yerdə görməmişəm. Hər bir yerin musiqisinə hörmətimiz, sayğımız var. Hərəsində bir şirinlik tutursan, qulaq asırsan, biraz ləzzət alırsan. Amma zənginlik Azərbaycan musiqisindədir. Və Azərbaycanın təmiz musiqisi, istər operası olsun, istər aşıq sənəti olsun, istər milli vokalı olsun, istər milli estradası olsun, muğamı olsun. Gör nə qədər janrlar saydım, sadaladım. İstər, nə bilim, Azərbaycanın da roku var, Azərbaycana xas. Azərbaycanın da cazı var, bəh, Azərbaycanın cazı. Dünya səs salan cazdır. Yaxşı, Azərbaycanın bunları var, biz bunlarla qürur duyuruq, fəxr edirik və göstəririk digər ölkələrə ki, biz buyuq, sən də gəl bu tərəfdən belə elə, desinlər ki, yox, onda yanlışmışsınız. Rəqsi, Azərbaycanın rəqsi, Azərbaycanın rəqsləri. Və bir də hansı ölkədə, hansı bir ölkəyə gedib bir musiqimizi kimin ifasında, hansı ifa ilə Azərbaycanın tanıdıqlarını görəndə, olmaz belə, vallahi olmaz. Allah yolunuzu açıq eləsin. Amin inşallah. Yavaş-yavaş sağollaşmaq istəyirəm. Düzdür, mövzumuz əslində bugün bir sizə halal olsun ki, ona görə deyirlər ki, sənətkara verilən sual önəmli deyil, sənətkarın yanaşması önəmlidir. Bugün İlkin Əhmədov həmişə hamı bilir ki, şəxsi sualları sevmir, ümumiyyətlə sənətdən kənara çıxanda mövzulara keçmir. Maşallah özü söhbəti elə apardı ki, biz onsuz da ancaq sənətdən danışdıq. Başqa bir şey danışmadıq. Amma yaxşı danışdıq. İnşallah ki, kimlərəsə belə deyək, bəlkə kimisə bir beynində bir aydınlanma oldu, kimisə bəlkə bir işığı oldu. Vallahi yorulmayın, siz danışın bir şeylər dəyişəcək. Lazımdır. Neçə nəfər eşitmişəm ki, o bayaqlıqdan artıq çıxmaq istəyirlər, gəlirlər müəllimlər yanına. Həqiqətən, mən görmüşəm. Hazırlaşırlar. Mən onlara bax, alqış edirəm buradan, onları alqışlayıram və çəkilməsinlər geri, təhsil alsınlar, təhsil. Mütləq təhsil alsınlar. Təhsil almasalar, vallahi kör qalacaqlar. Kör da davam edəcəklər. Bir gün də görəcəklər ki, pul qazanıblar, amma o qazanılan pul hər şey demək deyil artıq. Əlbəttə ki. Bəli. Bu dünyada iz qoyub getmək lazımdır. Bu səs, bu sənət sizə verilibsə, yaxşı mənada bir xeyriniz dəysin bu sənətə, bu ölkəyə, bu millətə, bu insanlığa. Bəli. Çox sağ olun İlkin bəy. Təşəkkür edirəm. Çox minnətdaram. Var olasınız. İnşallah yenidən görüşmək ümidi ilə
uğurlar arzu edirəm hər birinizə. Amin. Çox sağ olun. Təşəkkür edirik. Gələn ayaqlarınız var olsun. Allah yolunuzu bu sənətdə açıq eləsin. Məqsədiniz, amalınız nədirsə, bax o yolda həmişə gücünüz, qüvvətiniz olsun ki, İnşallah. addımlaya biləsiniz. Bu çətin mübarizədə qalibiyyət arzulayıram sizə ki, olacaq. Sənətkarlarımız öz sözündən, öz işindən dönmədikcə, danışdıqca, qınadıqca ki, həqiqətən də bir neçəsini görmüşəm ki, canlı ifası qınananlardan görmüşəm ki, bu ifası dəyişməyə başlayıb, demək ki, gizlin təhsil almağa başlayır artıq. Eybi yox, demək ki, bir şeylərə nail ola bilirsiniz. İnşallah olacaq. Yurda FM-in də məqsədi elə bu yolda sizə kömək olmaqdır, sənətçilərimizə, musiqimizə kömək olmaqdır. Dəyərli dinləyicilərimiz, çox sağ olun ki, bizi dinlədiniz. Təşəkkür edirik o gözəl vaxtınızı, dəyərli vaxtınızı bizə ayırdınız.